Bugün bir neçə saat əvvəl Bakıdakı qəzet köşkləri ilə bağlı xırdaca bir araşdırma yerləşdirdim YouTube-a. Yəqin ki, baxmısınız, baxmayanlar üçün əlavə edərəm bu videonun sonuna. Həmin material yayılandan az sonra Bakıda vergidə işləyən bir köhnə tanışımdan qəribə bilgilər aldım. Nədir bu bilgilər? Sizi də heyrətə salmaz, amma güldürər. Demək, tanışım deyir ki, Bakıda metro dayanacaqlarının yaxınlığında işləyən bütün qəzet köşklərində aksiz markası olmayan sigaretler satılır. Üstelik aksiz markası olmayan məhsulların ən çox satıldığı köşklər əsasən vergi idarələrinin yaxınlığında olanlardır, düz burunlarının ucunda. Bu bir sistem imiş və həmin sistemə kim nəzarət edir? Tanışım indiki nəzarətçinin adını nə illah etsəm də demədi. Sadəcə bunu əlavə elədi ki, bunu özünüz də məntiqlə tapa bilərsiniz. Hansı məntiqlə? Deyim. Əvvəllər aksiz markası olmayan sigaretlərin satışına Kemaləddinin adamları baxırmış. Heydərov yəni. Sonra bu sistem verilib Vergilər Naziri Fazil Məmmədova, yəqin ki, indi də Fazili əvəz edən şəxsə, məntiq buradadır. Və gülməli də budur ki, vergiyə nəzarət edən şəxs gömrükdən və vergidən yayındırılan məhsulların kütləvi satışına özü nəzarət edir. Gəlir də təbii ki, onun özünə çatır və ya gəlirin əhəmiyyətli hissəsi. Daha bir gülməli epizod nədir? Günlərin bir günü Vergilər Nazirliyindəki müşavirələrin birində aksizsiz məhsulların satışına qarşı mübarizə şöbəsinin əməkdaşlarından birini o ki var danlayıblar ki, sən niyə aksiz markası olmayan satış faktlarını tapa bilmirsən, bu sahədə ciddi axsamalar var və s. Adam da gedib qəsdən bir neçə belə nöqtə ilə bağlı akt bağlayıb və satışı dayandırıb işi verib cinayət istintaqına. Əlbəttə, şəxsən nazirin özünə aid olan nöqtələrə ilişdiyi üçün adamı cəzalandırıblar, amma bir qədər yüngül cəzalandırıblar. 6 ay bu işlərdən uzaqlaşdırmaqla cəzalandırıblar. Adam da təəccüblə soruşub ki, axı, əgər belədirsə, o halda məni niyə danlayırdınız? Sonra da deyiblər, bu nəticə çıxarmaq üçün tənqid deyildi, sadəcə tənqid xatirinə tənqid idi və belə elementar məsələləri bilməyən adama ciddi təcrübə keçmədən bu cür səlahiyyətlərin verilməsinin yanlış olduğunu göstərmək üçün səni cəzalandırırıq. Amma söhbət yalnız tütün məhsullarından getmir ki, Bakıda aksiz markası olmayan spirtli içkilərin də satışına bu şəxslər özləri baxır. Əvvəl Fazil, indi isə onun yerindəki adam. Tanışım iddia edir ki, vergilərdə də, gömrükdə də hamı bilir ki, Bakıda konkret olaraq hansı dükanlarda aksiz markası olmayan spirtli içkilərin kütləvi satışı gedir. Bu mağazaların daimi müştəriləri də bilir və rahatça gedib istədikləri malı alırlar. Bir başqa epizod isə Azal'ın pilotları ilə bağlıdır. Azal pilotlarının yükləri heç zaman yoxlanılmır, gömrük yoxlaması onlar üçün deyil. Qeyri-rəsmi olaraq rəsmiləşdirilmiş qayda belədir. Bakıdakı məsələn bahalı içki və parfüm dükanları ki, onlar da hakimiyyət daxilindəki hansısa dayılara və xalalara məxsusdur, həmin adamlar pilotlarla işləyirlər. Bakıdakı bahalı parfüm dükanlarının əksəriyyəti orijinal və bahalı ətriyyat kosmetika çeşidlərini pilotların vasitəsilə gətizdirib satırlar. Faktiki olaraq canavarı qəssab ştatı üzrə işə götürürlər, sonra da jurnalistləri qaçaqmalçılıq ittihamı ilə tuturlar bu əbləhlər. İndi isə bayaqki qəzet köşkləri ilə bağlı materialı buraya əlavə edirəm ki, baxmayanlar bir də buradan baxsınlar. Bugün Bakı şəhərində hər addım başı qarşınıza çıxan qəzetsiz qəzet köşkləri barədə danışacağım. Azərbaycandan kənarda olanlar diqqət edibsə, əksər xarici ölkələrdə qəzet köşkləri təyinatı üzrə fəaliyyət göstərir. Qəzetlə bərabər jurnal, kitab, dəftərxana ləvazimatları, bəzilərində isə əlavə olaraq adi su falan da satırlar. Belə köşklərin sayı həm də ərazilər üzrə bərabər bölünür. Yəni, bir metro çıxışında 8 köşkə ehtiyac yoxdur. Yəqin ki, dinləyicilərimiz Bakı şəhərində hər gün qarşılarına çıxan press kiosk adlanan güya qəzet köşklərini görüblər. Həqiqətən onlara qəzet köşkü deməyə adam utanır. Daha çox marketi xatırladan bu köşklərdə qəzetdən başqa hər şey satılır. Diqqət etmişsinizsə, həmin köşklərdən meyvə, şokolad, günə baxan tumu, saqqız, uşaqlar üçün şirin pambıq, kontur, siqaret, alışqan, telefon üzlükləri,
telefon adapterları, pult batareyaları, alabəzək şarlar, müxtəlif sərinləşdirici içkilər, uşaq oyuncağı, əl kremləri, hətta bir dəfəlik üzqırxanlar və üz sabunlarına qədər istənilən əşyanı almaq mümkündür. Mövzunu bir qədər geniş araşdırmaq üçün Bakı şəhərinin müxtəlif yerlərindəki həmin köşklərə xəyalən baş çəkib qəzet almağa çalışdıq. Yaxınlaşdığımız təqribən 20 köşkdən yalnız 5-də qəzet satılırdı. Təbii ki, mən kimdənsə xahiş etmişdim ki, bu eksperimenti aparsın. Müraciət edib Azərbaycan və ya Respublika qəzetlərini istədik. Satıcı bildirdi ki, bugünə yeni qəzetlərimiz gəlməyib. Dünənki tarixi də istədik. Satıcı israrımızı görüb dedi ki, biz qəzet satmırıq. Vitrinə qoyduğu 5-6 qəzeti göstərib dedik ki, bəs bu qəzet deyil. Bildirdi ki, o keçən ilin qəzetlərdir. İndi biz ticarət köşkü kimi çalışırıq. Baxdıq ki, həqiqətən qəzetlərin rəngi gün vurmaqdan saralıb. Bir neçə köşkün fotolarını da faktiki olaraq çəkdik və sizlər də bugün diqqət etsəz eyni mənzərəni görə bilərsiniz. Diqqət edin, şəhərin mərkəzindəki köşklərin əksəriyyətində ümumiyyətlə qəzet yoxdur. Başqa bir fotoda köşkün sağ tərəfindən saralmış qəzet nümunələrini görə bilərsiniz. Bu köşk Heydər Əliyev prospektindən Koroğlu metrosuna doğru hərəkət edərkən yolun sağ tərəfindədir. Bu köşkə də yaxınlaşıb qəzeti istədi bizim xahiş etdiyimiz adam, amma o da eyni cavabı alıb təbii ki. Adam soruşub ki, bəs burada bu qədər qəzet nümayiş etdirmişsiniz? Səmimi söylədi ki, bu yolla ölkə prezidenti və yekə adamlar hərəkət edir. Ona görə qəzetləri elə yerləşdirmişik ki, görünsün ki, bura qəzet köşküdür. Araşdırma zamanı eyni durumu köhnə köşklərdə də müşahidə etdik. Həmin köşklərdə də qəzet alıcısı olmasa da siqaret, enerji içkisi və kontur müştəriləri boldu. Ən maraqlısı da odur ki, araşdırma apardığımız zaman bir şəhər sakininin qəzet soruşduğunu və ya əlində qəzet alıb apardığını görmədik. Üz tutduq Nərimanov metrosunun ətrafına. Metronun bir neçə çıxışı olduğunu nəzərə alsaq, biz azı 6 ədəd pres kiosk gördük. Hamısında da eyni vəziyyət, qəzetsiz qəzet köşkü. Məsələ ilə bağlı qəzet nəşri ilə məşğul olan bəzi şəxslərə də müraciət etdik. Onlar qəzet çapının çətinliklərindən, iri və xırda problemlərindən danışdılar. Təbii ki, məni şəxsən daha çox maraqlandıran qəzet satışı və qəzet köşklərinin marketə çevrilməsi mövzusuydu. Söhbət zamanı belə cavab aldım ki, dövlət qəzetlərin sayının tamamilə azalmasında maraqlıdır. Son illər xeyli sayda qəzetin bağlandığını, onlara ayrılan vəsaitin saytlara yönəldiyini bildirdilər. Onu da qeyd etdilər ki, qəzetlərə ayrılan dotasiya çox azdır və qəzetlər tirajı yüksək göstərib az sayda çap edir. Həmin sayda qəzetlər isə abunə olan dövlət idarələrinə göndərilir. Qəzet köşklərinə qəzet gedib tam çata bilmir. Məni maraqlandıran bir suala da cavab almağa çalışdım. Bəs qəzetlər köşklərə çatmırsa bu qədər köşkə nə ehtiyac var? Mənə verilən məlumata görə qəzet köşklərinin yerləşdirilməsinə cavabdeh qurum Bakı şəhəri üzrə Bakı şəhər icra hakimiyyəti, rayonlarda isə hər ərazinin öz icra hakimiyyətidir. Amma bu formaldır. Ölkə üzrə bütün qəzet satışı və köşklərin qəzet satışı adı ilə vergidən azad olunması, bu qəbildən olan məsələlərə nəzarət Azərbaycanda mediaların fəaliyyətinə nəzarət edən prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin əlində cəmləşib. Lakin Hikmət Hacıyev bu köşklərin gündəlik və ya aylıq fəaliyyətinə özü nəzarət etmir əlbəttə. Rəsmi olaraq pres kiosklar bir MMC tərkibində birləşib və hər bir köşkün üzərinə qoyulmuş aylıq pullar orada toplanır. Sonra həmin vəsaitlər müxtəlif şəxslər arasında bölünür. Köşklərin yerləşməsinə görə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova, qəzetlərin fəaliyyətinə və satışına nəzarətçi kimi Hikmət Hacıyevə, vergi məsələləri ilə bağlı isə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə hər ay müəyyən miqdarda vəsaitlər çatdırılır. Həqiqətən özbaşınalıqdır. Ölkədə bir qrup var ki, əllərində olan səlahiyyətdən sözün əsl mənasında quldurcasına istifadə edirlər. Bunlar artıq ənənəvi korrupsiya metodlarını yeni üsullarla əvəz edib milyonlar qazanırlar. Azərbaycan oxucusunun istək və arzularını tapdalayaraq özlərinin istəklərinə uyğun bir media qururlar.
Bu ölkənin yaşlı insanları nə internetə daxil ola bilir, nə də sosial şəbəkələrdə dolaşa bilir. Bu insanlara müstəqil çap mediası, normal qəzet, jurnal lazımdır. Hələ Avropanı kənara qoyuram. Nümunə götürdüyünüz xarici ölkələrin, məsələn, Somalinin paytaxtında qəzet köşklərinə diqqət edin. Köşklər qəzet və digər nəşrlərlə əhatə olunur. İnsanlar da ancaq belə məhsullar üçün həmin köşklərə müraciət edirlər. Ölkələr qəzet oxuma mədəniyyətini məhv etmir, onu qoruyub saxlayırlar. Sonda bir təkliflə bu söhbətimi yekunlaşdırmaq istəyirəm. Qəzetsiz qəzet köşklərinin üzərindən press sözünü yığışdırıb yerinə Bala Novruz yazaq. Həm adı istifadə olunduğu üçün Novruz Məmmədovun könlü xoş olsun, həm də onun davamçısı Hikmət Hacıyevin.